xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Kartdan karta pul köçürmələri ilə bağlı yeni limitlər tətbiq olunur, vətəndaşları nələr gözləyir? Azərbaycanda kartdan karta pul köçürmələri və elektron ödəniş vasitələrindən istifadə ilə bağlı yeni qaydaların tətbiqinə başlanılır. Mərkəzi Bank ilə kommersiya bankları arasında əldə olunmuş razılığa əsasən bank kartları vasitəsilə həyata keçirilən bəzi əməliyyatlara limitlər müəyyən edilib. Məqsəd ödəniş sistemlərində təhlükəsizliyin artırılması, maliyyə əməliyyatlarının daha şəffaf şəkildə həyata keçirilməsi və mümkün risklərin minimuma endirilməsi. Yeni qaydalara əsasən kartlara vəsaitin daxil olması və kartdan karta pul köçürülməsi əməliyyatlarında bir gün ərzində maksimum 5 əməliyyat həyata keçirmək mümkün olacaq. Bu məhdudiyyət yalnız müxtəlif şəxslər arasında aparılan köçürmələrə şamil edilir. Bununla yanaşı vətəndaşların öz adına olan bank kartları arasında həyata keçirdikləri köçürmələr üçün hər hansı məhdudiyyət tətbiq edilmir. Yəni, eyni şəxsə məxsus müxtəlif bank kartları arasında pul köçürmələri əvvəlki qaydada davam edəcək və bu əməliyyatlar limitə daxil edilməyəcək. Yeni qaydalar yalnız köçürmə əməliyyatlarının sayı ilə məhdudlaşmır. Bildirilir ki, ödəniş kartlarının və elektron cüzdanların sayına da müəyyən limitlərin tətbiqi nəzərdə tutulur. Bu dəyişikliklər elektron maliyyə xidmətlərindən istifadə sayəsində yeni tənzimləmə mexanizmi kimi qiymətləndirilir. Elektron cüzdanlardan istifadə edən vətəndaşlar üçün də yeni məhdudiyyətlər qüvvəyə minəcək. Limitlərin konkret tətbiq mexanizmi və şərtləri banklar tərəfindən müştərilərə mərhələli şəkildə təqdim olunur. Artıq bir sıra banklar bu dəyişikliklərlə bağlı öz müştərilərinə rəsmi bildirişlər göndərməyə başlayıblar. Mütəxəssislərin fikrincə, bu cür yeniliklər maliyyə əməliyyatlarının izlənilməsini asanlaşdırmaqla yanaşı, dələduzluq hallarının qarşısının alınmasına və bank sistemində təhlükəsizliyin daha da gücləndirilməsinə xidmət edə bilər. Bununla yanaşı, gündəlik olaraq çoxsaylı köçürmələr həyata keçirən vətəndaşlar yeni limitləri nəzərə alaraq ödənişlərini əvvəlcədən planlaşdırmalıdırlar. Qeyd etmək lazımdır ki, yeni qaydalar tətbiq olunduqdan sonra hər bir müştəri istifadə etdiyi bankin rəsmi məlumatlarını izləməli, limitlər və digər yeniliklərlə bağlı bank tərəfindən göndərilən bildirişlərə diqqət yetirməlidir. Çünki bankdan bankaya tətbiq mexanizmində müəyyən texniki fərqlər ola bilər. Hazırda banklar yeni sistemə keçid prosesini davam etdirirlər və müştərilərin məlumatlandırılması istiqamətində işlər aparılır. Əgər siz də gündəlik kartdan karta köçürmələr həyata keçirirsinizsə və ya elektron cüzdanlardan aktiv istifadə edirsinizsə, yeni qaydalar barədə əvvəlcədən məlumatlı olmaq gələcəkdə yarana biləcək narahatlıqların qarşısını almağa kömək edəcək. Siz bu dəyişikliklər barədə nə düşünürsünüz? Yeni limitlər bank əməliyyatlarında təhlükəsizliyi artıracaq, yoxsa gündəlik istifadəçilər üçün əlavə çətinlik yaradacaq? Fikirlərinizi şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Ən son iqtisadi və maliyyə xəbərlərini izləmək üçün kanalımıza abunə olun və bildiriş zəngini aktiv edin.